Bugün gəlin birlikdə bir insanı, yəni onun şəxsiyyətini necə inşa etdiyimizi araşdıraq və bu inşaatın ən vacib, ən kritik dövrünə, yəni həyatımızın ilk 3 ilinə baş vuraq. Yaxşı, gəlin birbaşa mövzuya keçək. Bəs sizə desəm ki, indi olduğunuz insanın, xarakterinizin 3də biri siz hələ heç normal bir cümlə qura bilmədiyiniz vaxtlarda formalaşıb, ilk baxışdan biraz inanılmaz səslənir, elə deyilmi? Bəli, bu həqiqətən də heyrətamiz bir statistikadır. Və bu, valideynlərin o ilk illərdə nə qədər böyük, nə qədər vacib bir məsuliyyət daşıdığını göstərir. Düşünün, onlar sanki bir memar kimi övladlarının bütün gələcəyinin, bütün həyat binasının təməlini qoyurlar. Gəlin görək, bu insan inşa etmək prosesi hansı mərhələlərdən ibarətdir? Bugünkü yol xəritəmiz, yəni planımız da elə bu mərhələləri əhatə edəcək. Deməli, bu ilk 3 il var ha, bu dövrdə görülən işlər, atılan addımlar, ömür boyu davam edəcək bir quruluş, bir struktur yaradır. Bu sadəcə uşaqlıq deyil, bu sözün əsli mənasında gələcəyin təməlidir. Yaxşı, gəlin başlayaq işin ən əsasından, yəni bu böyük inşaatın təməlinin necə qoyulmasından. Təsəvvür edin, bir körpə həyatının ilk 14 ayında şuuraltı səviyyədə çox vacib bir qərar verir. Dünya onun üçün qayğı ilə dolu, təhlükəsiz bir gül bağıdır, yoxsa təhlükəli, ağrılı bir tikanlıq. Bax, bu fundamental seçim onun bütün gələcək həyatına, insanlara münasibətinə birbaşa təsir edir. Bəs bu təməlin ən möhkəm daşı nədir? Bu, etimaddır, yəni güvən hissidir. Amma bu, təkcə başqalarına güvənmək deyil, həm də özünə güvənmək. Dünyanın sabit və etibarlı bir yer olduğuna inanmaq deməkdir. Deməli, sağlam bir şəxsiyyət binasının təməli üçün ilk 14 ayda bu 3 sütun mütləq inşa edilməlidir. Dünyaya etimad, özünü fiziki və mənəvi təhlükəsizlikdə hiss etmək və əlbəttə ki, daxili sakitlik. Təməli qoyduq. İndi isə gəlin binanın özünü, yəni uşağın öz mənini, kimliyini necə inşa etdiyinə baxaq. Və burada açığı biraz sarsıdıcı bir rəqəmlə qarşılaşırıq. Düşünün, uşaqların böyük əksəriyyəti, yəni təxminən 95%-i bu həyati mərhələni daxilən mən o qədər də yaxşı deyiləm və ya məndə nəsə problem var hissi ilə başa vurur. Bax, bu dövrdə yaşananlar uşağın özü və dünya haqqında 3 fərqli nəticəyə gəlməsinə səbəb ola bilər. Ən çox rast gəlinən nəticə, mən yaxşı deyiləm, sən yaxşısan düşüncəsidir ki, bu da ömür boyu başqalarını məmnun etməyə çalışan insanlar yaradır. Və bu erkən qərar onun gələcəkdəki bütün münasibətlərini müəyyən edir. Gəlin bunu çox sadə bir misalla anlayaq. Tualet tərbiyəsi. Kənardan çox adi bir proses kimi görünə bilər, amma valideynlərin bu məsələyə reaksiyası uşağın gələcəkdə inadkar, xəsis, hətta həddindən artıq mükəmməlliyətçi olub olmayacağını birbaşa formulaşdıra bilər. Yaxşı, bəs valideynlər uşağın sağlam bir özünə hörmət hissi formalaşmasına necə kömək edə bilər? Əslində 4 sadə, amma vacib addım var. Onun özünü kəşf etməsinə imkan vermək, duyğularını anlamağa kömək etmək, ona özünü sevməyi öyrətmək və ən əsası onu olduğu kimi qəbul etmək. Amma bir şeyi unutmayaq. İnşaatın mərhələləri hamısı üçün eyni olsa da, istifadə edilən materiallar, yəni uşağın öz təbiəti hər zaman unikaldır, fərqlidir. Bax, bu materiala biz temperament deyirik. Bu, valideynin yaratdığı bir şey deyil, uşağın özü ilə gətirdiyi anadan gəlmə xüsusiyyətlərdir. Valideynin əsas işi isə bu unikal layihəni düzgün oxumağı və onunla işləməyi öyrənməkdir. Və bu unikallıq təkcə temperamentlə də bitmir. Məsələn, zəka. Biz adətən zəkanı məktəb qiymətləri ilə ölçürük, amma əslində zəkanın ən azı 8 fərqli növü var. Bu da o deməkdir ki, hər uşağın özünə məxsus fərqli güclü tərəfləri var. Bütün bunları nəzərə alanda, gəlin yekun olaraq valideynin bu böyük inşaat layihəsindəki həyati rolunu, o inanılmaz gücünü bir daha vurğulayaq. Əsas mesaj budur. İlk 3 ildə valideynlik sadəcə uşağa gündəlik qulluq göstərmək deyil. Əsla, bu, şuurlu şəkildə, diqqətlə bir insan inşa etmək, bir gələcək qurmaq deməkdir. Və bu dərin mövzunu hər bir valideynin öz-özünə verməli olduğu çox güclü bir sualla bitiririk. Siz öz övladınızla necə bir insan inşa edirsiniz? Unutmayın, bu, sizin övladınız üçün yaratdığınız ömürlük bir mirasdır.